Bəzi üzdən İraqlar, anası qəhbələr, nəsli qəhbələr deyir ki, oturmuş Avropada Azərbaycanın haqqını, hüququnu tələb edir. Siz gəlin oturun Azərbaycanda haqqı, hüququ tələb edin. Bu qəhbən balalara demək istəyirəm ki, Azərbaycanda haqqı, hüququ tələb eləmək olmur. İlham Əliyev kimsə haqqı, hüququ tələb eləyir, həmən insanları hansısa bir iddiamlarla həbs edirlər. İlham Əliyevi də sərf eləmir ki, məsələn, Elnur kimi bir insan getsin, otursun hansısa bir yerdə, Avropada, İlham Əliyevin əli çatmır və Elnur da Azərbaycanda olan haqsızlıqları bütün dünyaya çatdırır və bütün dünyaya göstərir ki, Azərbaycan necə fahişəxanaya çeviriblər. Bu İlham Əliyevi sərf eləmir. Sizin kimi qoyunlar, sizin kimi qəhbən balaları bunun üçün fəxr eləməlidir ki, Azərbaycanda olan haqsızlıqları bütün dünyaya göstərirəm. Başa düşdün? Ay tupoy, ay qoyun. Səndə qeyrət, namus, vicdan varsa sən də göstər də. Girmirsən götün içinə. Ay götdən əmələ gələn. İmkan ver işimizi görək.